Donald Trumpın növbəti yüksək və kəskin bəyanatı ABŞ prezidenti Səudiyyə Ərəbistanında danışıqlardan bir gün əvvəl Ukraynanın ABŞ-in köməyinə baxmayaraq Rusiya ilə müharibədən sağ çıxa bilməyəcəyini deyib. Trump Fox News telekanalına müsahibəsində faydalı qazantılar haqqında saziş haqqında ətraflı danışıb. Bir jurnalist Volodymyr Zelenskinin qayıdıb faydalı qazantılar üzrə saziş imzalamasını gözlədiyini soruşduqda o, razılaşdığını bildirib. Onun sözlərinə görə Vladimir Zelenski uşaqdan alınan konfet kimi Bidenin vaxtında Amerikadan pul alıb. Xatırladaq ki, faydalı qazantılar üzrə saziş üzrə danışıqlar sabaha planlaşdırılıb. Bir neçə saatdan sonra Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanında uçacaq və orada Amerika tərəfi ilə görüş keçirəcək. Zelenskinin sözlərinə görə, o bugün Səudiyyə Ərəbistanı şahzadəsi ilə görüşəcək. Ukrayna nümayəndə heyəti Amerikalı tərəfdaşlarla işləmək üçün Səudiyyə Ərəbistanında qalacaq. Lakin Zelenski özü görüşdə iştirak etməyəcək. Donald Trump həmin müsahibəsində qeyd edib ki, heç kim Rusiyaya qarşı onun qədər sərt olmayıb. O, Rusiya və Ukrayna müharibəsində Moskvanın tərəfində olması ilə bağlı ittihamları rədd edib. Donald Trump deyir ki, o Vladimir Putin, Kim Jong-un və Xi Jinpinglə yaxşı münasibətləri qoruyub saxlaya bilir. Amerika prezidenti izah edib ki, ABŞ Ukraynaya təxminən 350 milyard dollar, Avropa ölkələri isə 100 milyard dollar yardım edib. Trumpın sözlərinə görə, xüsusilə Avropanın coğrafi baxımdan münaqişəyə daha yaxın olduğunu və buna görə də onlardan okeanla ayrılan Amerikadan daha böyük təhlükə altında olduğunu nəzərə alsaq, bu disbalans qəbul edilməzdir. ABŞ prezidenti Avropanın enerji siyasətini tənqid edərək qeyd edib ki, Avropa ölkələri Rusiyadan neft alırlar və bununla da Rusiya Ukraynaya yardıma xərclədiklərindən daha çox pul verirlər. Amerika Polşanı nankorluqda ittiham edir. Dövlət katibi Marco Rubio sosial şəbəkədə Polşa Xarici İşlər Nazirinə cavab verib. Bu sadəcə olaraq uydurmadır. Heç kim Ukraynada Starlink'in bağlanması ilə hədələməyib. Təşəkkür etdim, çünki Starlink olmasaydı Ukrayna bu müharibəni çoxdan uduzardı və Ruslar indi Polşa sərhədinə dayanacaqdılar, deyə Rubio Skorskiyə cavab verib. Ona kimi Polşa Xarici İşlər Naziri yazır ki, Elon Musk'ın Starlink'i Ukrayna xidmətinə alternativ ehtiyacı ola biləcəyi mümkündür. Ukrayna Starlink'in ötürülməsini Polşanın Rəqəmsallaşma Nazirliyi ilə təxminən 50 milyon dollar maliyyələşdirir. Təcavüz qurbanına qarşı təhdid etmək etikliyi barədə heç nə deməsək, əgər SpaceX etibarsız bir provayder olduğu ortaya çıxarsa, biz başqa bir provayder tapmaq məcburiyyətində qalacaq, deyə Skorski yazıb. ABŞ hökumətinin səmərliliyi departamentinin rəhbəri Elon Musk da bu açıqlamaya cavab verib, ona kiçik adam adlandırıb. Musk deyir ki, Ukraynada siyasətinə nə qədər qarşı olsa da, heç vaxt Ukraynalı hərbiçilərini Starlink'in şəbəkəsindən kənarlaşdırmayacaq. ABŞ Məxfi Xidmətinin agentləri Ağ Evin yaxınlığında silahlı şəxsi atəş açaraq yaralayıblar. Kvin məlumatına görə kişi hazırda yerli xəstəxanadadır. Reuters'in məlumatına görə Məxfi Xidmət yerli hakimiyyət orqanlarından Indiana'nın Vaşinqtona səyahət edən konkret şəxs haqqında məlumat alıb. Daha sonra həmin şəxs avtomobili Ağ Evin yaxınlığında tapılıb, zabitlər kişiyə yaxınlaşanda oğlu silahı çıxardıb, bundan sonra Məxfi Xidmət atəş açıb. Məxfi Xidmət zabitləri xəsarət almayıb. Təhlükəsizlik xidmətləri hadisə yerində əməliyyat istintaq tədbirləri həyata keçirir. ABŞ prezidenti Donald Trump atışma zamanı Ağ Evdə olmayıb, o Floridada iqamətgahındadır. Gələcəkdə ABŞ-ın ölkəmizə qarşı yanaşmaları və əməkdaşlıq formaları Amerikada dərin dövləti məğlub etmək mümkün olub-olmadığını göstərəcək. Marco Bidinaredzə yazır. Dünyada baş verən hadisələr bir çox sualları cavablandırıb, lakin bir çoxları hələcə cavabsız qalır. Son zamanlar bir sırayı üzv dövlətlər Gürcüstana və ölkənin qanuni seçilmiş hökumətinə qarşı xüsusi aqressivlik nümayiş etdirirlər. Baltikyanı və Skandinaviya ölkələri ən sərt və ən yalancı ritorika ilə seçilir. Onlar açıq şəkildə Gürcüstanın daxili işlərinə qarışır, radikalizmi təşviq edir, süni etirazları açıq şəkildə dəstəkləyirlər. Bununla belə bir də aydınlaşdırmaq lazımdır ki, Litva, Estoniya və İsveç hökuməti yoxdur. Bu ölkələrdə Xarici İşlər Nazirliyi və ayrı-ayrı qurumlar yoxdur. Bu ölkələrin suverenliyi və hökumətləri tamamilə əlindən alınıb. Formal məmurlar öz ölkələrinin maraqlarından deyil, qlobal müharibə tərəfi olan dərin dövlətin sifarişi ilə hərəkət edirlər. Odur ki, bu ölkələrin Gürcüstana hücumuna hansız ölkənin hərəkəti kimi yox, birbaşa dərin dövlətin Gürcüstanda hakimiyyəti dəyişmək cəhdi kimi dəyərləndirməliyik. Məsələn, indiyə qədər qlobal müharibə tərəfi öz nəzarətindən kənarda olan milli hökumətlərin devrilməsini əsasən USAID və NED vasitəsilə maliyyələşdirdiyi halda bu missiyanı konkret ölkələrin marionet hökumətləri özünə götürüb. Sözdə donor təşkilatları konkret ölkələrlə, yəni İsveç, Norveç, Estoniya və digər suveren üzv dövlətləri ilə əvəz olunub. Digər tərəfdən
Onlar həm də Rusiya üçün çoxsaylı problemlər yaradırlar ki, bu da açıq şəkildə onun əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olub. Gürcüstan hökuməti bizim üçün əvvəlcədən yazılmış və eyni zamanda fəlakətli senaridə iştirakdan imtina etdiyi üçün dərin dövlətin Gürcüstandakı üsyançı hakimiyyəti dəyişmək üçün bütün üsullardan istifadə edəcəyini təbiidir. Bir daha Prezident Trumpa dərin dövlətə qarşı mübarizəsində uğurlar arzulayırıq, baxmayaraq ki, təəssüf ki, hələlik onun məğlubiyyətindən, hətta zəifləməsindən əsər əlamət yoxdur. Qısa zaman kəsiyində artıq konklular bəlli olacaq. Bu dərin dövlətə qarşı əsl mübarizədir. Yoxsa bu ictimaiyyəti aldatmaq və gizli proseslərdə elə müasirləşmək, rebranding etmək cəhdidir ki, gələcəkdə həqiqəti üzə çıxartmaq daha da çətinləşəcək. Mikhail Saakashvilinin ittihamlarının növbəti epizodunun müzakirəsi. Məhkəmədə büdcə vəsaitlərinin mənimsənilməsi işi müzakirə edilir. Hazırda Saakashvili isyanında yekun nitqini söylər. O prosesdə Vivamedin məsafəli olaraq iştirak edir. Eyni iş üzrə müttəhim Temur Canaşiyə bu gün son sözünü deməsi planlaşdırılır. Bundan sonra hakim bir neçə gün müşavirə keçirib qərarını açıqlayacaq. Söhbət 9 milyonun israfından gedir. Saakashvilinin ittiham olunduğu maddə 9 ilə qədər həbs cəzasını nəzərdə tutur. McCain İnstitutunun Qlobal Demokratiya proqramlarının direktoru Laura Thornton media qanun layihəsinə cavab verir. O, Amerikanın səsinə müsahibəsində bildirir ki, demokratiyanın son qəsrləri hazırda media və vətəndaş cəmiyyətidir. Onun fikrincə, bu azad, müstəqil mediaya hücumdur. Laura Thornton fikrincə, Gürcü arzusu çox effektiv şəkildə dövlətə nəzarət ələ keçirib, onların qeyri-legitim olan öz prezidenti və parlamenti var. Onun qanunverici orqanda daxil olmaqla tamamilə bütün hakimiyyət səviyyələri onların əlindədir. Zaman keçdikcə ölkənin mübarizə aparmaq üçün resursları getdikcə azalacaq. Zaman bizim üzərimizə işləmir. Digərləri bu yolu keçmişlər, Zura Caparizze sosial şəbəkədə yazıb. Sadəcə oxumaq, anlamaq və həqiqətin gözündən içində baxmaq lazımdır. O bildirib ki, sektoral iqtisadi sanksiyalara ehtiyac var. Kartobank hər şeydən uzaqlaşdırılmalı və Avropa Birliyi də azad ticarət dayandırılmalı, hər kəsin kimliyi müəyyən edilməli və ictimaiyyətə açıqlanmalıdır. Vahid baza yaratmaq, ictimai buraxılış, rejimə xidmət edən bizneslərin tam boykot edilməsi Caparizze yazır. Onların hər birinin və ailə üzvlərinin qərb ölkələrinə daxil olmaq imkanını həmçəlik itirilməsinə təmin etmək. 2025-ci il yerli hakimiyyət seçkilərində kimin iştirak edəcəyi hələ də bəlli deyil. Onun verilməsi prosesi 7 aydan sonra baş tutacaq. Hazırki məlumata görə müxalifətdən yalnız Girki partiyası mübarizə aparacağını planlaşdırır. Digər müxalifət siyasi qurumlar indiki mərhələdə seçkilərdə iştirak etmək niyyətində deyirlər. Gürcü arzusu rəqiblərin bu mövqeyini təxribat hesab edir. Konstitusiyaya görə yerli hakimiyyət orqanlarına seçkilər oktyabrın 4-də keçirilməlidir. Məhkəmə Georgi Baçiaşvilini yekun söz demə hüququndan məhrum edib. Hakimin sözlərinə görə Baçiaşvili barəsində həbs qəti imkan tədbiri seçilsə də, o ədalətdən yayınıb. Bugünkü məhkəmə prosesində son sözlə Georgi Baçiaşvilinin vəkili çıxış edəcək. Qeyd olunan iş üzrə Baçiaşvili barəsində seçilmiş həbs qəti imkan tədbiri ölkəni tərk etdikdən sonra girovdan həbsə dəyişdirilib. Georgi Baçiaşviliyə qarşı irəli sürülən ittihamlar 2017-ci ildə törədilən əməllə bağlıdır. Söhbət 43 milyon dollara qədər kriptovalyutanın mənimsənilməsindən gedir. Yuxarıda qeyd olunan akt 9 ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Marneoli'da Sopoholis təhsil mərkəzində yerli gənclərlə Gürcüstan İctimai Yayıncısı 1-ci kanalın Rəngarək Gürcüstan qrupunun rəhbəri Ramil Aliyeva görüş təlim keçirib. Görüş zamanı Ramil Aliyeva medianın vacibliyini, İctimai Yayıncının fəaliyyətini, həyata keçirdiyi layihələr və Gürcüstan Azərbaycanlı icması üçün hazırlanan materiallar haqqında danışdı. Gənclər media və digər mövzularda müxtəlif suallar verdilər, həmçinin Gürcüstan 1-ci kanalının yeni binasını görmək istədiklərini bildirdilər. Bugün Marneoli'də Sopoholis Hikmət şəhəri mərkəzində gənclərlə görüşümüz oldu. Əsasən gənclərə Gürcüstanın 1-ci kanalının Gürcüstanın Azərbaycan dilli vətəndaşları üçün hazırladığı layihələr haqqında məlumat verdik və onlara televiziyanın digər media layihələrində də bir çox sahədə Gürcüstan Azərbaycanlılarının yer tutduqlarını, inteqrasiya proseslərində birbaşa iştirak etdiklərini, həmçinin də Gürcü dilli verilişlərdə region haqqında, regionun gündəliyi haqqında, eləcə də burada yaşayan əhalinin adət-ənənələri,
məişəti, gündəlik həyatı, onlar üçün önəmli olan məsələlərin də yer aldığını söylədik. Gənclərin çox böyük marağı vardı televiziya həyatı ilə əlaqədar, ümumiyyətlə televiziya ilə əlaqədar. Ən çox maraqları da televiziyanın yeni binası ilə əlaqəli oldu. Onlar ümid edirlər ki, yaxın gələcəkdə Gürcüstanın birinci kanalının yeni binasına qonaq ola biləcəklər. Biz öz növbəmizdə onları böyük bir sevinclə öz yeni binamızda qəbul edəcəyimizi söylədik. Və düşünürəm ki, bu kimi görüşlər Gürcüstan İctimai Televiziyası və əhali arasında olan əlaqələri gücləndirir və əhali ilə birbaşa ünsiyyətə səbəb olur. Bu ünsiyyət isə informasiya mübadiləsinə, eləcə də əhalidən onlar üçün nəyin daha əsas olduğunu və nəyin daha önəmli olduğunu öyrənməyə fürsət yaradır.